Paşabank ilkin kütləvi təklif üzrə hazırlıq mərhələsinə dair mətbuat konfransı keçirib. Azərbaycanın aparıcı korporativ maliyyə institutu Paşabank Açıq Səhmdar Cəmiyyəti səhmlərinin ilkin kütləvi təklif üsulu ilə yerləşdirilməsinə hazırlıq mərhələsinə dair mətbuat konfransı keçirib. Tədbir 28 yanvar 2026-cı il tarixində Bakı şəhərində yerləşən Four Seasons otelində təşkil olunub. Konfransda çıxış edən Bakının idarə heyətinin sədri və baş icraçı direktoru Cavid Quliyev bildirib ki, İPO təşəbbüsü maliyyə dayanıqlığının gücləndirilməsi, şəffaflığın artırılması və ölkənin kapital bazarının inkişafına töhfə vermək məqsədi daşıyır. O qeyd edib ki, İPO prosesinə qoşulan ilk özəl bank Paşabankdır və bu addım bank üçün strateji inkişafın yeni mərhələsidir. Hazırki mərhələdə yerləşdirilməsi nəzərdə tutulan səhmlərin həcmi bank kapitalının 5%-nə bərabər olmaqla 932.926 ədəd adlı səhmdən ibarətdir. Cavid Quliyev vurğulayıb ki, bu təşəbbüs ölkə iqtisadiyyatına, xüsusilə də qeyri-neft sektorunun inkişafına daha geniş töhfə vermək üçün yeni imkanlar yaradır. Qeyd edək ki, 2007-ci ildə təsis olunan Paşabank korporativ və kiçik və orta biznes müştərilərinə geniş spektrli bank xidmətləri göstərir və hazırda Azərbaycanla yanaşı Gürcüstan və Türkiyədə fəaliyyət göstərir. Bank beynəlxalq nüfuzlu maliyyə nəşrləri tərəfindən müxtəlif mükafatlara layiq görülüb. Hörmətli xanımlar və cənablar, hörmətli media nümayəndələri, sizi Paşabank Açıq Səhmdar Cəmiyyətinin səhmlərinin ilkin kütləvi təklifi, yəni IPO-su üzrə hazırlıq prosesinə həsr olunmuş mətbuat konfransında salamlayırım. Mən icazənizlə ilk sözü, ilk spikerimiz Paşabank Açıq Səhmdar Cəmiyyətinin idarə heyətinin sədri cənab Cavid Quliyevə vermək istəyərdim. Cavid müəllim, buyurun. Bugün burada toplaşdığımızın əsas məqsədi də məhz səhmlərin satışı ilə bağlı planlarımızı sizinlə bölüşmək və bu prosesi birgə müzakirə etməkdir. Qeyd etmək istərdim ki, ölkəmizdə IPO prosesinə başlayan ilk özəl bank məhz Paşabankdır. 2026-cı ildə səhmlərin yerləşdirilməsinə məhz paylaşdıqca böyüyürük, birlikdə şüarı ilə çıxmağımızın təsadüf deyil. Hörmətli qonaqlar, hörmətli media nümayəndələri, mən də öz növbəmdə sizi Paşabankın səhmlərinin ilkin kütləvi təklifi prosesinə həsr olmuş bugünkü tədbirimizdə salamlayıram. Bugün Paşabank maliyyə baxımından sabit və dayanıqlı mövqeyə malik bir bankdır. Bizim maliyyələşmə mənbələrimiz şaxələndirilib, kapital mövqeyimiz güclüdür. Gəlirlik göstəricilərimiz sabitdir, dividend ödənişlərimiz davamlıdır. Şəffaf və müasir dividend korporativ idarəetmə sistemi bankın əsas üstünlüklərindən biridir. Hörmətli media nümayəndələri, biz sual-cavab sesiyamızı açıq elan edirik. Xahiş edirik, əlinizi qaldırın sizə mikrofonu təqdim etmək üçün. Biz baxırıq ki, Paşabankın bölüşdürülməmiş mənfəəti var. Böyük həcmdə və dividend məsələsi necə olacaq, bu maraqlıdır və ən əsas məsələlərdən biri əhali niyə bu IPO-da iştirak eləməlidir? Gəlirlik səviyyəsi, yəni nə dərəcədə cəlbedici olacaq? Təşəkkür edirəm. Biz bazara yeni alternativ bir investisiya alətini çıxardırıq. Biz Paşabank kimi illər boyu minimum 35-40% bizim mənfəətdən dividend ödənişi, nisbətdə dividend ödənişi eləmişik. Bu da bizim potensial investorlar üçün çox yaxşı gəlir mənbəyini, gəlir alətini yaradır. Milli İnternet Televiziyasına Rövşən Qasımov. İlk növbədə mən də sizə Paşabankın bu yeni layihəsində uğurlar arzulayıram. Güman edirəm ki, bugün ölkədə fəaliyyət göstərən banklar arasında Paşabankın adı hər hansı bir nəsə hansısa bir işlərdə bugünə qədər hallanmayıb və bir çox bankların adı hansısa məsələlərdə hallanıb. Amma Paşabank öz şəffaflığını bugünə qədər qoruyub. Bu çox yaxşı göstəricidir. Bu da mən bununla bağlı, yəni Paşabank olaraq sizə öz minnətdarlığımı bildirirəm ki, belə, yəni sizin bugünkü fəaliyyətiniz qənaətbəxşdir. Sualıma gəldikdə isə bildirmək istəyirəm ki, yəni sualım bundan ibarətdir ki, bax, məsəl üçün, bugün Azərbaycan cəmiyyətində çox imkanlı insanlar var. Yəni, istəyir xaricdə yaşasın, xarici vətəndaşlığı olan Azərbaycanlı olsun və ya bugün Azərbaycanın özündə də kifayət qədər imkanlı insanlar formalaşıb ki, böyük bir imkanlara və böyük bir maliyyə kapitalına sahibdir.
Paşa Bankın bu layihəsində ki, hansı ki bu istiqrazlar olsun, səhmlər olsun ki, satışa çıxarılır, orada hər hansı bir məhdudiyyət olacaqmı ki, məsələn, bir adam gəldi, məsələn, birdən-birə bütün səhmi aldı, götürdü, 5%lik səhmi, yəni onu maliyyə imkanı, ona imkan versin və yaxud digər, məsələn, səhmlər təklif eləyə bilər ki, mən məsələn, siz bunu 55 manatdan satırsınız, mən 60 manatdan satıram. Bu da ona əsaslanır ki, Paşa Bankın bugünkü gündə özünün o maliyyə hesablarında özünü qoruyur, yəni o dayanıqlı bankdır, yəni bir çox insanlar da istəyər ki, yəni böyük imkanlı insanlar da istəyər ki, oradan yəni bir onun kapitalı olsun və o kapitalından da mənfəət götürsün. Yəni sualımın əsas cəhəti odur ki, yəni hər hansı bir məhdudiyyət olacaqmı ki, məsələn, sən 100 dənə səhm ala bilərsən, 1000 dənə səhm ala bilərsən və yaxud 500 dənə səhmdən artıq ala bilməzsən, yoxsa elə açıq olacaq, yəni kim istəsə nə qədər ala bilər, belə istəyərdim ki, bunu bir cavablandırasınız. Rövşən bəy, ilk öncə təbriklərə və xoş sözlərə görə təşəkkür bildirirəm. Çox maraqlı bir sualdır. Biz istərdik ki, investorların, yəni Azərbaycan vətəndaşların, fiziki şəxslərin, pərakəndə investorların sayı böyük olsun. Mən məhdudiyyət sözünü istifadə eləmək istəmirəm, onu istinad eləmək istəmirəm. Amma növbəti bir neçə həftə ərzində abunə yazılışın ərəfəsində biz sizə investisiya strukturunu bildirəcəyik. Həmin strukturda biz ilkin mərhələdə, çünki indi o müzakirələr davam edir, biz istərdik ki, biz bizim Azərbaycan investorlar üçün, fiziki şəxslər üçün şərait yaradaq ki, kiçik məbləğlərlə də həmin sərvətin payını əldə etmək üçün imkanlar olsun. Yəni, sizin sualınıza dolayı yolla cavab odur ki, bizim niyyətimiz, istəyimiz yoxdur ki, 2, 3, 5 varlı imkanlı investor gəlib həmin 5% və ya 932.926 payını sahibi olsunlar. Xeyr, belə bir fikir yoxdur. Sadəcə məhdudiyyət sözü ilə yox, struktur. Biz onu sizinlə və həm media nümayəndələrlə, həm cəmiyyətlə növbəti bir neçə həftə ərzində paylaşacağıq. Çox sağ olun. Siz sağ olun, Rövşən bəy, çox sağ olun. Mətbuat konfransı zamanı Paşa Bankın nümayəndə heyəti tərəfindən media nümayəndələrinin ünvanladığı suallar cavablandırılır. Bankın fəaliyyəti, həyata keçirilən layihələr və gələcək planlarla bağlı məlumat verilir.